Hoş gördük. Bu sizinle birlikte 3. sınıf riyaziyyat iş dəftərindən səhifə 34'te olan tapşırıqları həll edəcəyik. Başlamazdan önce kanalıma abone olmağı və videomu bəyəndinizsə bəyənilməsə basmayı unutmayın. Gəlin başlayaq. Gəlin başlayaq. 7. A bərabərdir 5 olduqda ifadələrin qiymətini hesabla. Gəlin hesablayaq. Deməli, 8 vurulsun mötərizə A üstəgəl 15 mötərizə bağlandı bərabərdir. Yazaq burada. 8 vurulsun. 8 vurulsun. Neçə idi orada? 8 vurulsun mötərizə 5 üstəgəl 15 mötərizə bağlandı bərabərdir. Bərabərdir. 8'i 5'e vuraq birinci. Bu paylama xassəsində. 8 vur 5 üstəgəl 15 vurulsun 8 bərabərdir. Bərabərdir 40 üstəgəl 120 bərabərdir 160. Aha, deməli bizdə də belə oldu. 8'i 5'e vurur, 8'i 5'e vururuq, elədi 40, 15'i 8'e vurduq, elədi 120. Cavab isə 160 elədi. Burada deməli yazmalıyıq 160. 9 vurulsun, mötərizə 22 çıxılsın, 5 mötərizə bağlandı bərabərdir. Bunu artıq 5 kimi oxuyacaq. Yığ. 9 vurulsun, mötərizə 22 çıxılsın, 5 mötərizə bağlandı bərabərdir. 9 vurulsun 22, 9 vurulsun 22 çıxılsın, 9 vurulsun 5 eləyəcək 153. İstəsəniz burada cavabları da elə belə eləyə bilərsiniz. Baxın. Yəni 198 çıxılsın 45. Cavab yenə də təbii ki də dəyişməyəcək. Cavab eləyəcək yenə də 153. Cavab isə 153. 153. 205'i 5'e bölüp 2'ye vurup 7'ye vurduk da. Yazaq 205 bölünsün. 205 bölünsün 5 çıxılsın 2 vurulsun neçə? Vurulsun 17 bərabərdir. 205'i 5'e böldükdə eləyəcək 41. 41'dən isə 41'dən 34'ünü çıxdıqda heç 34'ü niyə çıxırıq? Çünki 17'ni 2'ye vurduqda 34 eləyəcək. 41'də 34 eləyəcək 7. Cavab da elədi burada neçə? 7. Sonra 5 vurulsun. 5 vurulsun 118 çıxılsın 195 bərabərdir. 5'i birinci neçəyə vuracağıq? 5'i birinci vuracağıq. 5'i birinci vuracağıq 590'a. 590'dan da çıxacağıq 195'ini. Eləyəcək 395. Cavabı da eləyir 395. Sonra 192 eləyək. 192 vurulsun 5 üstəgəl 20 eləyəcək 192'ni vuracağıq 5'e. Eləyəcək 960. 960'ın üstünə 20 gəldikdə eləyəcək 980. Cavabımız da elədi 980. 980. 3
3 vurulsun 51 çıxılsın. 765 bölünsün 5. Aha bunu da eləyək. 3'ü 51'e vuracağıq. Sonra isə 756'dan 756'nı böləcəyik. Bəli, 756'nı böləcəyik. Neçəyə? 5'ə. Bərabərdir. Bərabərdir. 3'ü 51'e vurduq da. 3'ü 1'e 3. 3'ü 5'e 15. 153. 153'ten de çıksa 153'ü eləyəcək. 0. Cevap 0'dır. Cevap elədir 0. Aha. Keçək tapşırıq 8'ə. 8. Əvvəl bərabərliyin sağ tərəfindəki ifadənin qiymətini tap. Sonra isə tənliyi həll et. Deməli, 285'in üstünə x'i gəldikdə eləyəcək 78 vurulsun 4. Biz də burada eyni şəkildə 78'i vuracağıq 4'ə. Bu da belə qoyaq. Xeyr, belə qoysaq olar. 78'i 4'ə də vurduqda 8 4 eləyəcək. 32, 3 yadda 7'ni 4'dən eləyəcək 28, o da 1, 31. 31, o da 2. 312. Deməli, tənlikdə artıq burada həll eləyəcəyik. Və ya burada. Ki, harada istəyirsiniz həll eləyin. Burada da eləyə bilərsiniz, həll eləyə. Burada da eləyə bilərsiniz. Mən burada eləyəcəm. Yazaq. 285, bunu da yazırıq da. 285 vurul, üstə gəl. Üstə gəl. X bərabərdir. Bərabərdir. Artıq bilirik cavab nədir? 312'dir. X bərabərdir. X bərabərdir. 312 çıxılsın. 285. Sonra X bərabərdir. X bərabərdir 27'ye. Artıq yoxlayaq. Yoxlaya da bilərsiniz, yoxlamaya da fərqi yoxdur. 285'in üzərinə gəlsək 27'ni eləyəcək. 285'in üstünü 27 gəlsə eləyəcək 312. Burada var da usta. 312 də bərabərdir 312'ye. Sonra burada nədir? Buna biz deyəcəyik Y. Y çıxılsın 193 bərabərdir. 253 vurulsun 3. 254. 254 vurulsun 3. 254 vurulsun 3 eləyəcək 762. 762. Y bərabərdir. Aha. Y, xeyr, birinci bunu eləyək. Y çıxılsın 193. Eləcək bunun cavabını olsa bilirik. 762'dir cevabı. Y bərabərdir. Y bərabərdir 700. Gəlin deyək. Çıxılanı tapmaq üçün çıxılanı tapmaq üçün çıxılanla fərqi toplamaq lazımdır. Biz də onu toplayacağıq. 193. Y bərabərdir 955'e. Y bərabər 955'e. 955 çıxılsın 193 bərabərdir 762.
762 bərabərdir 762. Aha, keçək 9-cu tapşırığa. 9 suallara cavab ver. A. Bala ilə 2 həftədə bir dəfə qabığını dəyişir. Bala ilə 43 həftəyə qabığını təxminən neçə dəfə dəyişir? 43-ü yuvarlaqlaşdıracağıq. 43-ü yuvarlaqlaşdıracağıq. Belə. Yəni belə. Yəni mən belə eləyə bildim, ancaq siz də yəni baxın, mən belə qoyacağam. Belə. Təxmini bərabərlik işarəsi belədir, ancaq bunun altına bir dənə də bundan qoyun. Yaxşı, mən qoya bilmirəm indi burada. 43-ü yuvarlaqlaşdıracağıq, eləyəcək 40. 40-ı da böləcəyik. Bəli, 40-ı böləcəyik 2-yə, eləyəcək 20. B. Metro stansiyasında hər 5 dəqiqədən bir növbəti qatar gəlir. Qatar stansiyanı tərk etdikdən sonra 2 saat ərzində bu stansiyadan neçə dəfə qatar keçəcək? 60-ı 2-yə vuracağıq. Çünki 1 saat 60 dəqiqədir. 2 saat baxa nə qədərdir? 60 vurulsun 2 eləyəcək 120. 120 eləyəcək. Sonra isə 120-ni 5-ə böləcəyik. Hər 5 dəqiqədən bir gəlir. 120 bölünsün 5. 120-ni 5-ə böldükdə eləyəcək 4. 24. Deməli 24 dəfə həmişə gəlirmiş. 2 saat ərzində 24 dəfə gələcək. 10. Cədvəldə bağda toplanan meyvənin kütləsi qeyd edilib. Alma 8 kiloqramlıq, armud 7 kiloqramlıq, nar isə 6 kiloqramlıq yeşiklərə yığılmalıdır. Hər meyvə üçün neçə yeşik lazım olacaq? Cədvəli tamamla. 152-ni böləcəyik birinci. Neçəyə baxaq da buradan baxmalıyıq əslində. 152 buradadır. 152-ni böləcəyik 8-ə. Armud üçün yazaq. 152 bölünsün 8. Bir artıq B-də necə bölürük? Çıxılsın 8. Çıxılsın 8 eləyəcək. Birinci 15-i əslində 8-ə bölməliyik. Bəli. Bir dəqiqə. 15 8 eləyəcək 1. 1 8 eləyəcək 8. 15-dən 8 eləyəcək. Baxaq. 15-dən 8 eləyəcək 7. Sonra isə oradakı 2 gətirəcək. 72-li 8-ə böləcək. Eləyəcək 9. 9-u 8-ə 72. 72-dən 72. 72-dən 72 eləyəcək 0. 72-dən 72 eləyəcək 0. 84-ü 7-yə böləndə. 84-ü 7-yə böləndə. 84-ü 7-yə bölsə. 8-i 7-yə eləyəcək 1. 8-i 7-yə eləyəcək 1. 1-i 7-yə eləyəcək 7. 8-dən 7 eləyəcək 1. 8-i 7 eləyəcək 1. Aha, yazaq bura 1. Sonra isə onlarda 2, 4-ü gətiririk 12. 12-dən 2-yi 7-yə vuruq eləyir 14. 14-dən 14 çıxırıq eləyəcək. 14-dən 14 çıxırıq eləyir 0. Cavab 0. Cavab 12. Siz bunları siz yaza bilərsiniz. Mən yazacağım, amma hamısını eləyim sonra yazacağım. Ona görə indi yazmıram. 270'i böləndə
6'ya. Ee, 27'ni 6'ya böləcəyik. Eləyəcək 4. 4'ü bir dəqiqə. 4'ü 6'ya. 4'ü 6'ya eləyəcək 24. 20 aha. 27'den 24. 27'den 24 eləyəcək. Bir dəqiqə. 3. Oradaki 0 30. 30'u 36'ya 5. 5'i 6'ya 30. 30'dan 30 eləyəcək 0. 30'dan 30 eləyəcək 0. Aha, tapdıq hamısını. İndi isə buraya yaza bilərik artıq. Alman 19. Armud 12. 12. Nar 45. Aha. Sonra isə deyir ki, bütün meyvələr üçün cəmi necə heç lazımdır. Bütün meyvələr üçün, yəni 19 üstəgəl 12 üstəgəl 45. 19'un üstünə 12 eləyəcək 31, 31'in üstünə 45 eləyəcək 76. Cavab 76. Belə dostlar, bu gün də sizə ev tapşırıqlarını yerinə yetirməkdə kömək etməyə çalışdım. Ümid edirəm ki, video ürəyinizcə oldu. Əgər bəyəndinizsə videonu bəyənməyi, paylaşmağı və kanalıma abunə olmağı unutmayın. Hələlik.